Salam değerli əziz izləyicilərimiz, bugünləri Binə qəsəbəsində mərkəzə yaxın Bravo Marketin arxa tərəflərində sizin üçün 2 mərtəbəli, 6 otaqlı, 2 sot yarımda paket qutsalı bir evin təqdimatını aparacağım. Değerli dostlarımız, gördüğünüz kimi həyətimizə qəşəng 2-3 maşın rahatlıqla daxil olunur. Evimizin bura yan tərəfində böyle bir bisiklet deyək, yəni ki, yan tərəfdə düzəldib ev gəlsin. Buradan mətbəxə də keçid var. Dostum, açarla bağlı da evin içərisində sizi göstərəcəm. Mətbəxdən keçid də var bura. Oturmaq üçün kombimiz də var. Evimiz çox keyfiyyətlə tikilmiş bir evdir. Bünövrəsi beton. 1 ilə 2'nin arasında beton monolit dostlar. 1 ilə 2'nin arasında beton monolit. Gelin dostlar, hoş geldiniz. Evimiz paket tutsalı, ipotekaya yararlıdır. Girişte böyle bir geniş kolumuzdur, kaybolumuzdur. Burada böyle bir şkafımız da mevcuttur. Kol hizmet mevcut. İlk olarak size burada konak kaynağı değerli dostlarımız, konak otağımız çok geçey böyle ne yer açılacak yerler kalacaklı var geçey. İsterli memelerinizi ahmiyeleştirebilirsiniz. Televizyon aklıdır, lüstrumdur kimi, perdeliğe kimi her bir şey asılıdır. Burada da kanserleri geldi. Kesinlikle bir mətbəx hısıstanı şeydir. Değerli dostlarımız, mətbəximiz hanımlar için daha ürəyə çatacaq mətbəxdir, genişdir. Yəni, burada bir otaq sayılır. Burayla beraber 7 otaq sayılır. Bayaq dediğimiz kimi buradan kapıdan, yani keçid gəlib var oraya, yəni mətbəxlə bisikletə. Mətbəx mebelimiz də təzədir, yığılıbdır, təzə. Aşağı mərtəbədə, değerli dostlarımız, bir qonaq otağı, bir yataq otağı, bir mətbəx və sanitar sanuzor qovşağı. Bu aşağı mərtəbənin yataq otağı. İndi gedək sizi sanitar ve sanuzor qovşağından tanış edin. Değerli izləyicilərimiz, gördüğünüz kimi aksesuarları qoyulubdur. Burada kabina yeridir, yığılıbdır. İndi ev gəlsin, mənə elə gəlir ki, özü yığıb belə kabinanı. İndi qalxırıq 2-ci mərtəbə ilə tanış edəcəm. 1 ilə 2'nin arası bayaq dediyim kimi beton monolit dostlar. Beton monolit diye çok keyfiyyətlə tikilmiş bir evdir. Değerli dostlarımız, 2. mərtəbədə 4 otaq, yani 4 yataq otaq vardır. Bir tane de sanitar ve sanuzor qovşağı. İlk olarak size sanitar ve sanuzor qovşağı tanış edeceğim. Buyurunuz. Bu hissəsində də istifollu, yani sisteme yığılıbdır gördüğünüz kimi. Aksesuarları kimi her bir şey koyulubdur. İlk olarak buradaki yataq otağımız var. Burada bir yataq otağıdır. Yani rahatlıkla mebellerimizi yerleştirebilirsiniz. Burada ise 2. yataq otağı, yani yukarı mərtəbənin 2. yataq otağı. Her otağda televizyon kabinli, kanserlerin içinde koyuldu, üstüne masılıktır. Burada 3. yataq otağı. Burada bizim yukarıdaki mərtəbədə 4. yataq otağımız. Değerli izləyicilərimiz, indi keçirik balkonumuz nasıl tanış edəcəm. Gəlin. Burada böyle bir balkonumuzdur. Ətraf yaşayışdır, qəşəng. Çok güzel havası var burada. Qiyməti ise edəyim diyeyim size. Değerli dostlar, evimizin qiyməti 165 bin manata verilir. Paket qutsadır. Bravo Marketin arka taraflarında yerleşir. 88 nömrəli məktəbin belə deyim də, evinin arası bir 10 dəqiqə piyadadır. Qiyməti ise 165 bin manata verilir. İnşallah gəlinizdə real alıcıyla danışıb razılaşma olur. Allah alanı satarında xeyir etsin. Sağ olun, var olun.